Salam uşaqlar. Deməli biz bugün there is there keçəcəyik sizlə. There is there var, vardır deməkdir. Bu əsasən istifadə edilir necə tip cümlələrdə. Məsələn, biz əgərsə deyiriksə ki, haradasa nəsə var və yaxud da kiminsə haradasa olduğunu deyirik, nəyinsə haradasına olduğunu deyirik, o zaman there is there-dan istifadə edəcəyik. Məsəl üçün deyirsiniz ki, stolun üstündə 2 qələm var və yaxud otaqda 1 nəfər var. Məktəbdə çoxlu uşaqlar var, parkda nə bilim çoxlu gənclər var və s. Bu tipli cümlələr deyirik biz. Bunlarda biz ingilis dilinə tərcümə etmək üçün there is there-dan istifadə edəcəyik. Təbii ki, görürsünüz ki, burada there ifadəsi hər ikisində eyni qalır, amma izlə arı biz dəyişirik. Bu o zaman belə olur ki, əgər bizə verilən isim təkdədirsə, deməli, orada there is yazacağıq. Yox, əgər əksinə cəmdədirsə, orada yazacağıq there. Məsəl üçün, deyirəm ki, there is a book on the table. Stolun üstündə bir kitab var, düzdür? Burada baxıram ki, e-book təkdir, ona görə yazmışam there is. Amma, məsəl üçün, mən yazsam burada there are 2 books on the table. Burada artıq görürəm ki, 2 books-dur, 2 kitabdan söhbət gedir. Deməli, burada gətirib are yazacağım. Bu tipli birləşmələrdə yadınızda qalsın ki, məsələn, Azərbaycan cümlə sizə verilibdir, stolun üstündə bir kitab var. Birinci həmişə var-vardır ifadəsindən başlayırıq cümləyə. There is-lə və yaxud there are-la. Sonra nəyin olduğunu deyirik, kimin olduğunu deyirik. Məsəl üçün, bir kitab var, 2 kitab var, 3 qələm var və s. Daha sonra isə harada olduğunu qeyd edirik. Yəni, cümlə quruluşumuz belə gəlir. Birinci var-vardır ifadəsi, yəni there is there. Sonra nəyin, kimin olduğu, daha sonra isə harada olduğu. Cümlə quruluşunuz bu tipdə gedəcək. Özünüz də Azərbaycan ilə ingilislə tərcümə eləyəndə çalışın ki, bu tipdə əgər cümlə qurmaqda problem varsa, bu tipdə tərcümə eləyərək yazın. Bir də there is there ilə bağlı ən vacib qeydlərdən biri budur ki, uşaqlar, bunu siz həm də mübtəda xəbər uzlaşmasını görəcəksiniz. Bizim birinci hissəmizin ən sonuncu mövzusudur. Deməli, əgər ki, sizə məsəl üçün D ifadəsi verilib, şimdi burada is və yaxud are yazaq, seçim eləyəcəyik. Çünki yazıbdır nə? A book and 2 pens on the table. Bizə belə bir cümlə veribdir. Uşaqların çoxsu burada dera götürür. Çünki fikirləşir ki, and var burada və bir kitab 2 qələmdən söhbət gedirsə, deməli çox əşya var deyib, mən burada cəmliyi seçəcəm. Əslində haqlısınız uşaqlar, amma there-is-there-da belə bir qayda var ki, isimlər sıralanırsa, sadalanırsa, məsələn, sadalama var da burada birinci kitabdan, sonra isə 2 qələmdən danışmışam. Sadalama, sıralama varsa, bir neçə isim yanaşı düzülübsə, belə də yadınıza saxlaya bilərsiniz. İsimlər yanaşı gəlirsə, sıralanırsa, sadalanırsa, neçə ismin gəlməklə asılı olmuyor, biz ilk isimə baxacağıq. Buradakı isim təkdədirsə, təki götürürsünüz. Məsələn, burada əgər bu formada yazsaydınız, o zaman da bunu götürəcəydiniz. İlk isim təkdirsə tək, cəmdirsə cəmi qoyacağıq. Və sualında da, inkarında da təbii ki, izi qabağa keçiririk, arı qabağa keçiririk. Yəni, is deyə, are deyə şəklində olacaq. Is deyə a book on the table və yaxud are there 2 books on the table. Bu formada olmuş olacaq. İnkarında da there is not yazırsınız, there are not yazırsınız və yaxud qısaltmaları olan isn't, aren't-dan da istifadə edə bilərsiniz. Belə bu qədər.